50 illik müddəti necə təyin olunur? Belə olan halda 50 təyinatları müddətlə aparılır. Neçə vətən müharibəsi iştirakçısına 50 illik təyin edilib? Artıq sağlamlıqlarına qovuşublar və tam reabilitasiya olublar. Hansı kateqoriyada olan çağırışçılar yekun tibbi müayinəyə cəlb olunurlar? Hərbi xidmətə yararlı olan çağırışçılarımız artıq orduya yola salınır. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. 50 illik müraciətləri zamanı qərardan razı qalmayan vətəndaşlar nə etməlidir? İndiyədək neçə vətən müharibəsi iştirakçısına 50 illik təyin edilib? Çağırışçıların yekun tibbi müayinəsi necə aparılır? Qəbuldasanda bu və digər suallar cavablandırılacaq. Studiyada İlqar Mehmanoğludur. Hər birinizi salamlayırıq. Müsahibim Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Rahim Hüseynovdur. Rahim müəllim, salam, xoş gəlmişsiniz. Salam İlqar müəllim, xoş gördük sizi. Dəvətiniz üçün təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik ki, dəvətimizi qəbul etdiniz. Rahim müəllim, 50 illiyin qiymətləndirilməsi sahəsində son illər hansı yeniliklər olub? Sualınız üçün təşəkkür edirəm İlqar bəy. Bəli, bildiyiniz kimi 50-yin qiymətləndirməsi ilə bağlı vətəndaşlarımızın sosial məsələlərdə sosial rifahının yaxşılaşdırmasında bir çox işlər görülmüşdür və bunlardan da ən vacibi bildiyiniz kimi elektronlaşmadır. Hansı ki, bu elektronlaşma nəticəsində elektronlaşmanın gətirmiş olduğu şəffaflıqdır və vətəndaşlarımın xidmətlərin əlçatanlığı barəsində bir çox işlər görülməkdədir və bundan başqa 50 təyinatına əsas verən meyarların daha da genişləməsi məqsədi ilə bildiyiniz kimi 182 nömrəli qərarda müvafiq dəyişikliklər aparılmışdır və bu qərar nəticəsində xəstəlik təyinatına əsas verən meyarlar daha da genişləndirilmişdir müddətlərdə və 50 təyinatına əsas verən xəstəliyin beynəlxalq təsnifatlarında yumşalmalara yol verilmişdir. Deyək, 50 illik müraciəti zamanı vətəndaş qərardan razı qalmadı. O neyniyə bilər? Hara müraciət etməlidir? Neynəməlidir? 50 təyinatları məsələlərində bildiyiniz kimi həm təyinat məsələsi olur, vətəndaşlarımıza 50 təyinatlar aparılır, həm də 50 səviyyəsində görülməyən hallarda vətəndaşlarımıza 50 təyinata aparılmır. İstənilən halda bu agentliyin qəbul etdiyi qərardır və bu qərardan bildiyiniz kimi elektron formada qiymətləndirilmə nəticəsində əldə edilmiş qərardır. Belə olan halda vətəndaşlarımız qərardan razı olmama halları yaşanan hallardır. Bunun üçün isə vətəndaşlarımızın müraciət etmələri üçün bir çox istiqamətlər müəyyən edilmişdir. Bunlardan ən birincisi vətəndaşlarımızın xəstəlik istiqamətləri üzrə və onlara uyğun tarix, saat əsas götürülməklə onlayn qaydada növbə götürmə üsulu ilə bizim agentliyimizə müraciət edə bilərlər. Bakı şəhəri Mir Mahmud Kazımovski 134 ünvanında yerləşən agentliyin binasında yoxlanış üçün yaxınlaşa bilərlər və qərarın hansı səbəbdən imtina və yaxud da deyək tutaq ki 50 dərəcəsinin aşağı-yuxarı qiymətləndirməsinə bağlı müraciətlərinə baxıla bilərlər. Bu birinci məsələdir. İkinci məsələ isə Nazirimizin qaynar xəttinə müraciət edə bilərlər və bu istiqamətdə artıq qaynar xətt vasitəsilə vətəndaşlarımıza narazı qaldıqları məsələlərlə bağlı geniş və ətraflı məlumatlar təqdim olunur. Digər bir məsələ isə vətəndaşlarımız elektron formada yenidən və yaxud da yazılı formada agentliyə müraciət edə bilərlər və belə olan halda isə imtina qərarının və yaxud da narazı qaldıqları məsələlərin ətraflı şəkildə cavabı təqdim olunur vətəndaşlarımıza. Rahim müəllim, bəs 50 illik müddəti başa çatan şəxs nə etməlidir? Hara müraciət etməlidir həmin vətəndaşımız? Bildiyiniz kimi 50 təyinatı aparılan zaman vətəndaşlarımıza ilk öncə qeydiyyatda olduğu poliklinikalara yaxınlaşırlar və bu poliklinikalarda müvafiq yoxlanışlardan keçirlər. Nazirlər Komitəsində 12 nömrəli qərarı var bununla bağlı və bu qərara uyğun olduğu halda vətəndaşlarımızda hər hansı bir əks məsələ yoxdursa, uyğunsuzluq yoxdursa, vətəndaşlar haqqında elektron göndəriş dediyimiz forma 88 hazırlanır və sistem üzərindən artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sistemlərinə inteqrasiya olunur. Daha sonra isə vətəndaş məlumatları şifrələnməklə burada artıq həkim ekspert subyektiv yanaşmasının qarşısını alma məqsədi ilə artıq orada yazılmış tibbi məlumatlar əsasında qiymətləndirmə aparır və yalnız yazılmış orada status lokalizdir, aparılmış ambulator stasionar yatışlardır və digər məsələlərdir ki, hansı ki, bütün formanın içərisində daxil olmuş məlumatlar əsasında qiymətləndirmə aparırlar və bu qiymətləndirmə nəticəsində vətəndaşımızın 50 səviyyəsi qiymətləndirilir. Eyni məsələ də vətəndaşın aparılmış 50 təyinatının müddəti bitdikdə eyni proseslər yenidən izlənilir. Vətəndaş yenə də eyni formada yaxınlaşır poliklinikalara, müvafiq olaraq yoxlanışlardan keçir. Əgər səhhətində, mövcud vəziyyətində ağırlaşmalar varsa, artıq o ağırlaşmalar da qeyd olunmaqla yeni forma 88 göndərişi rəsmiləşdirilir. Rahim müəllim, bəs 50 illik müddəti necə təyin olunur? Yəni nəyə əsasən qərar verirsiniz ki, bu müddət 1 il olmalıdır, 2 il olmalıdır, 3 il olmalıdır?
Bildiyiniz kimi 187 nömrəli qərarla aparılan qiymətləndirmə zamanı 50 təyinatları müddətli və yaxud da müddətsiz aparıla bilir. Burada artıq müddətli dediyimiz 1 illik, 2 illik, 5 illik aparılan 50 təyinatlarıdır. Burada artıq xəstənin mövcud vəziyyətinin qiymətləndirilməsi növbəti illərdə yenidən baxılması məsələsi əsas vacib götürülür. Bəzi xəstəliklər var ki, bunların növbəti dövrlərdə ağırlaşma ehtimalı var və yaxud da reabilitasiya olma ehtimalı var. Belə olan halda 50 təyinatları müddətli aparılır. Bir də geri dönməz xəstəliklər dediyimiz xəstəliklər var ki, hansı ki belə olan halda vətəndaşlarımızın 50 təyinatları müddətsiz olaraq aparılır. Buna misal olaraq amputasiyanı misal göstərmək olar. Burada artıq müddət təyin etməyə ehtiyac yoxdur, vətəndaş süründürməsinə ehtiyac yoxdur. Aparılmış 50 təyinatı müddətsiz olaraq aparılır. Bir də qanunvericiliyin tələblərinə uyğun olaraq bildiyiniz kimi artıq birinci dərəcə əlilliyi olan şəxslər 4 il ardıcıl olaraq müddətli təyinat apardığı zaman növbəti qiymətləndirmənin zamanı avtomatik olaraq müddətsiz təyinata keçir. Və yaxud da ikinci dərəcə və müvafiq olaraq 61-80% aralığında aparılan 50 təyinatları ardıcıl olaraq 10 il təyinat aparıldığı zaman növbəti qiymətləndirmə zamanı yenidən müddətsiz olur. Bir də bizim üçüncü dərəcə dediyimiz 31-60% aralığında olan 50 təyinatlarıdır ki, burada da ardıcıl olaraq 15 il təyinat aparıldığı zaman növbəti qiymətləndirmə zamanı sistem üzərindən avtomatik müddətsiz 50 təyinatına keçir. Təşəkkür edirəm. Xatırladım ki, qəbuldasan efirdədir. Aparıcı mənəm İlqar Mehmanoğlu, qonağım Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Rahim Hüseynovdur. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Qəbuldasan davam edir. Studiyada İlqar Mehmanoğludur. Müsahibim Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Rahim Hüseynovdur. Rahim müəllim, istərdim bir qədər də vətən müharibəsi iştirakçıları ilə bağlı məsələlərdən danışaq. Məsələn, ötən dövrdə neçə vətən müharibəsi iştirakçısına əlillik təyin edilib? Bəli, bildiyiniz kimi Vətən müharibəsindən sonraki dövrlərdə Vətən müharibəsində iştirak etmiş qardaşlarımızla bağlı bir çox işlər görülmüşdür Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən. Bunlar istər Vətən müharibəsi iştirakçılarının sosial məsələlərinin, sosial rifahının yaxşılaşdırılması ilə bağlı olan məsələlərdir. Digər məsələ isə 50 təyinatı ilə bağlı müraciət edən qazilərimizlə bağlıdır. Bildiyiniz kimi birinci mərhələdə Vətən müharibəsi iştirakçıları hərbi komissiyalar tərəfindən xəstəliklərinə uyğun olaraq şəhadətləndirilirlər. Və bu şəhadətləndirmə nəticəsində artıq onlar 50 təyinatı ilə bağlı elektron göndəriş rəsmiləşdirirlər. Həkim ekspertlər tərəfindən aparılan yoxlamalar nəticəsində həm şəhadətnamədə yazılan məlumatlar, həm mövcud vəziyyətdə olan xəstəliyin ağırlaşmaları və yaxud da mövcud xəstəliyin özü və həmçinin təqdim etdiyi sənədlər araşdırılaraq qərar verilir. Belə olan halda postmüharibə dövründə 50 təyinatı üçün müraciət etmiş 4518 nəfər vətən müharibəsi iştirakçımıza artıq 50 təyinat aparılmışdır. Və təbii ki, bunlar da müddətli, müddətsiz olaraq aparılan 50 təyinatlarıdır və ölkə olaraq, nazirliyimiz olaraq həmin qazilərimizin sosial məsələləri ilə bağlı və yaxud da sağlamlıq vəziyyətləri ilə bağlı bir çox işlər göstərilir, görülür və həmçinin əlillik təyinatı aparılmış qazilərimizin reabilitasiya olunması istiqamətində bir neçə reabilitasiya mərkəzlərimiz tam olaraq fokuslanmış vəziyyətdə fəaliyyət göstərir və bunun nəticəsidir ki, artıq 276 vətən müharibəsi iştirakçımız, 50 təyinat aparmış vətən müharibəsi iştirakçımız artıq sağlamlıqlarına qovuşublar və tam reabilitasiya olublar. Bu bizim üçün də çox gözəl xəbərdir. Allah bütün qazilərimizə şəfa versin. Şəhidlərimizə elə bir daha Allahdan rəhmət diləyirik. Bəli, sözünüzü kəsdim. Bu bizim nazirliyimizin və reabilitasiya mərkəzlərimizin bir uğurudur. Təbii ki, heç bir kəs istəməz ki, qazi olsun, əlilliyi olsun. Onlar bizim üçün, vətənimiz üçün bir çox işlər görüblər və biz də əlimizdən gələn hər bir işi görürük. Tam reabilitasiya olunduğu halda onlara artıq 50 təyinatı dövründə həm mənzil təyinatı aparılır, həm avtomobil təyinatı aparılır. Hansı ki, tam reabilitasiya olduğu dövrdə bu məsələlər olduğu kimi qalır. Yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü olduğu kimi davam edir ödənişləri və bu formada da davam edir. Təşəkkür. Rahim müəllim, sizin agentlik çağırışçıların yekun tibbi müayinəsini də aparır. Hansı kateqoriyada olan çağırışçılar yekun tibbi müayinəyə cəlb olunurlar? Bəli, agentliyin ən böyük fəaliyyət istiqamətlərindən biri də artıq yekun tibbi şəhadətləndirmə dediyimiz çağırışçıların yekun qiymətləndirilməsidir. Belə olan halda vətəndaşlarımız və çağırışçılarımız, gənc əskərlərimiz belə deyək, səfərbərlik xidmətinə müraciət edirlər, ilkin yoxlamalardan keçirirlər
və yoxlama nəticəsində hərbi xidmətə yararlı olan çağırışçılarımız artıq orduya yola salınır və digər məsələlərlə bağlı, xəstəlik vəziyyətləri ilə bağlı şikayətləri olanlar, narazılığı olanlar mövcud vəziyyətdə qiymətləndirməsində hansısa bir şikayəti olan çağırışçılarımız isə səfərbərlik xidməti tərəfindən tibb müəssisələrinə yönləndirirlər və həqiqətən də orada xəstəlik təsdiq olan hallar olduğu halda forma 44 dediyimiz bir elektron sənəd rəsmiləşdirilir. Əyani müayinə nəticəsində isə vətəndaşlarımız haqqında, çağırışçılarımız haqqında həkim ekspertlər tərəfindən yoxlamalar aparılır və bu yoxlamalar nəticəsində 4 kateqoriya üzrə qərar qəbul olunur. Bunlardan birincisi hərbi xidmətə yararlı və yaxud da sıradan kənar hərbi xidmətə yararlılıq. Digər məsələ isə bizim C kateqoriyası kimi gördüyümüz 3 ay, 6 ay, 1 illik möhlət verilməklə yenidən növbəti yoxlanışlara hazırlanması, hansı ki, orada vətəndaşın mövcud vəziyyətdə hərbi xidmətə yararlı və yaxud da yararsız olma haqqında tam qərar qəbul oluna bilmir və belə onda C kateqoriyası qəbul olunur. C kateqoriyası kimi qiymətləndirdiyimiz hərbi xidmətə yararsız dediyimizdir və bunlar artıq sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı kimi qiymətləndirilir. Bir də D kateqoriyası kimi qiymətləndirdiyimiz sülh və müharibə dövründə hərbi xidmətə ümumiyyətlə yararsız kimi qiymətləndirilir və bu haqda bütün məlumatlar, bütün yoxlanışlar tamamlandıqdan sonra isə qəbul olunmuş qərarlar elektron formada səfərbərlik xidmətinə ötürülür. Səfərbərlik xidməti də qərarla tanış olduqdan sonra isə artıq onların da təsdiqindən sonra bu avtomatik olaraq vətəndaşlarımızın MyGov portalında öz əksini tapır. Həm də vətəndaşımıza bu haqda SMS göndərilir. Vətəndaşlar istənilən halda SMS daxil olmadığı halda artıq MyGov-dan səfərbərlik xidmətinin də qəbul etdiyi yekun qərarla tanış olaraq özləri haqqında verilmiş qərarı məlumatlı olurlar qərardan. Rahim müəllim, aydın olsun deyə soruşuram. Siz lazım olanda çağırışçılarımızı digər tibb müəssisələrinə müayinələr üçün göndərirsiniz, yoxsa necə? Çağırışların qiymətləndirməsi ilə bağlı yaradılmış tibbi qiymətləndirmə mərkəzində demək olar ki, bütün hər bir şeylə təmin olunub. İstər laboratoriya cihazları olsun, istər müayinə cihazları olsun. Bəzi hallarda, nadir hallarda kənar belə deyək, müayinələrə ehtiyac olur. Bəli, belə olan halda ölkə daxilində müayinələrə göndərişlər verirlər və artıq orada qısa müddət ərzində həmin göndərişin cavabına əsasən yekun qərar qəbul olunur. Bir də sadə dildə üzərindən keçməyimizi xahiş edəcəyim. Deməli, əsgərlik yaşı çatır, səfərbərlik xidmətinə gedir çağırışçı. Əgər sağlamdırsa, hərbi xidmətə yönləndirilir. Əgər xəstəliyi varsa, yekun tibbi müayinəyə yönləndirilir, yoxsa əvvəlcə digər tibb müəssisəsinə göndərilir? Səfərbərlik xidməti ilk öncə verilən qərarın və yaxud da vətəndaşın şikayətlərinin əsaslı olub-olmadığını müəyyənləşdirmək üçün özləri tibb müəssisələrinə göndərdirir. Bəli. Oradan gətirilən rəy əsasında əgər vətəndaşın həqiqətən də şikayətləri öz təsdiqini tapırsa, artıq vətəndaş haqqında forma 44 dediyimiz göndəriş rəsmiləşdirilir. Orada artıq bütün tibbi məlumatlar, vətəndaşın keçdiyi müayinələr, hər bir şey qeyd olunur. Daha sonra isə vətəndaş sizin müəssisəyə gəlir və siz onu yoxlayıb deyirsiniz ki, bu adam doğrudan da əsgərliyə yararlıdır yoxsa yox? Tamamilə doğrudur. Bəs deyək, sizin qərarınızdan da çağırışçı narazı qalarsa, yekun tibbi müayinənin qərarını çağırışçı qəbul etmir, deyir qərardan narazıyam. Niyə edə bilər? Belə olan hallar da yaşanan hallardır. Mövcud vəziyyətdə də ola bilir ki, agentlik tərəfindən qəbul olunmuş qərardan çağırışçılar narazı ola bilirlər. Belə olan halda bizim belə deyək, təkcə agentliyin deyil, təbibin, Səhiyyə Nazirliyinin və Səfərbərlik Xidmətinin də iştirakı ilə, həmçinin Müdafiə Nazirliyinin həkimlərinin də iştirakı ilə apellyasiya şurası yaradılıb və bu apellyasiya şurasına qərardan narazı qalan bütün vətəndaşların müraciət etmə hüququ var. Artıq qərar vətəndaşa elan olunduqdan sonra əgər narazıdırsa, ərizə yazmaq şəklində apellyasiya şurasına müraciət edir və artıq burada yenidən baxılır şikayətlərə, analiz nəticələrinə, aparılmış müayinə nəticələrinə və vətəndaş haqqında yekun qərar qəbul olunaraq özünə də bildirilir yazılı formada. Rahim müəllim, təşəkkür edirəm vaxt ayırdığınıza görə, minnətdaram sizə. Vətəndaşlarımızın maraqlandıran sualların daha dəqiq ünvandan cavablandırılmasında göstərmiş olduğunuz xidmətə görə mən sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdaram. Çox sağ olun, sizə işlərinizdə uğurlar arzuluyuruq. Bu arada yeri gəlmişkən xatırladım ki, İcbari Tibbi Sığorta Agentliyinin də səlahiyyətləri sizin agentliyə verildi. Biz növbəti buraxılışlarda elə bu barədə də danışacağıq. Çox sağ olun bir daha. Təşəkkürlər, sağ olun. Belə, qəbuldasan ayrılan vaxt bitdi. Studiyada aparıcı mən idim İlqar Mehmanoğlu. Qonağım isə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Rahim Hüseynov idi. Növbəti qəbullarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir.